Salam hər kəsə. Bugün çox maraqlı və bir o qədər də qaranlıq bir tarixdən danışacağıq. Banan ölkələri anlayışı necə yaranır və bir şirkət United Fruit Company Latın Amerikasının bir çox ölkəsinin taleyinə necə təsir etdi? Gəlin əvvəldən başlayaq. 20-ci əsrin əvvəllərində ABŞ mərkəzli böyük bir şirkət vardı, United Fruit Company. Bu şirkət banan, ananas və digər tropik meyvələrin istehsalı və ixracına nəzarət edirdi. İlk baxışda sadə bir biznes kimi görünə bilər, kənd təsərrüfatı, ticarət, ixrac. Amma məsələ təkcə meyvə satmaq deyildi. United Fruit Company Latın Amerikasında, xüsusilə Mərkəzi Amerikada, Qvatemala, Honduras, Kosta Rika kimi ölkələrdə milyonlarla hektar torpaq aldı. Şirkət təkcə torpaq sahibi deyildi, eyni zamanda dəmir yollarına, limanlara və hətta yerli iqtisadiyyatın böyük hissəsinə nəzarət edirdi. Bu ölkələrdə vəziyyət getdikcə belə oldu. Dövlətlər formal olaraq müstəqil idi, amma iqtisadiyyatın əsas damarları bir xarici şirkətin əlində idi. Buna görə də bu ölkələrə sonradan banan respublikalar deyilməyə başladı. İndi ən vacib hissə burasıdır. United Fruit Company sadəcə iqtisadi güclə kifayətlənmirdi, o siyasi proseslərə təsir edirdi. Məsələn, 1954-cü ildə Qvatemalada baş verən hadisələr buna ən məşhur nümunələrdən biridir. O dövrdə Qvatemala hökuməti torpaq islahatı aparmaq istədi və istifadəsi torpaqları kəndlərə verməyi planlaşdırırdı. Amma bu torpaqların böyük hissəsi United Fruit Company-yə məxsus idi. Şirkət bundan ciddi zərər görəcəyini düşündü və ABŞ hökumətinə təsir etdi. Nəticədə ABŞ Qvatemaladakı hökuməti təhlükə kimi təqdim etdi və çevriliş baş verdi. Yəni rejim isə islahatları dayandırdı. Bu hadisə göstərdi ki, iqtisadi maraqlar bəzən bir ölkənin siyasi taleyini belə dəyişə bilər. Eyni dövrlərdə Honduras, Nikaragua və digər ölkələrdə də oxşar təsirlər hiss olunurdu. Yerli kəndlər çox aşağı maaşlı işləyir, hətta maaş əvəzinə onlara banan verilirdi və onlardan da o bananı çox aşağı məbləğlə alırdı şirkət. Zamanla banan ölkələri termini yalnız banan istehsal edən ölkə mənasında yox, həm də iqtisadi cəhətdən xarici güclərdən asılı olan zəif dövlətlər mənasında işləməyə başladı. Bugün United Fruit Company artıq o formada mövcud deyil. Amma onun mirası Latın Amerikasının tarixində hələ də müzakirə olunur. Bu hekayə bizə bir şey göstərir. İqtisadi güc düzgün nəzarət olunmadıqda o siyasəti və hətta ölkələrin gələcəyini belə formalaşdıra bilər. Dinlədiyiniz üçün təşəkkürlər. Əgər bu tip tarix videoları xoşunuza gəlirsə, kanala abunə olmağı unutmayın.